Bəzən insan ömrü köç yollarında yazılar. Doğulduğun torpaqdan uzaqda olsan da ümidini bir çiçək kimi qoruyaraq yaşayarsan. Doğma torpaqdan ayrı düşmək ruhunda bir yara tək göynəyər. Amma insan harda işıq saçırsa, orada kök salır, ümid olur, həyat olur. Öz doğulub boya başa çatdığı torpaqlardan didərgin salınan və Azərbaycanın müxtəlif bölgələrində həyata tutunmağa çalışan bir çox Qərbi Azərbaycanlı kimi bir zamanlar gənc bir müəllimin taleyinə də vətənindən uzaqda yeni bir həyat qurmaq düşmüşdü. Elə bu günlərdə Qərbi Azərbaycan icmasının bölgələrə səfərləri çərçivəsində Qax rayonu Qum kəndində ayaq saxladıq. Xüsusi diqqətimizi çəkən kəndi ziyarət etməyimizin öz səbəbi vardı. İcmanın idarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirdi ki, bu dayanacaq onun üçün xüsusi əhəmiyyət daşıyır. Çünki illər əvvəl gənc bir müəllim olaraq məhz burada öz peşə fəaliyyətinə başlayıb. Keçmişin izlərini və o illərdəki xatirələri yad etmək məqsədi ilə Əziz müəllimlə həm keçmişin dərslərini, həm də gələcəyə olan ümidlərin doğulduğu Qum kəndindəki o məktəbi birgə ziyarət etdik. Vətəni uğrunda apardığı mücadilədə onunla birgə addımlayan silahdaşları, məsləkdaşları ilə birgə keçirdi tanış küçələrdən, kənd yollarından. O yollar Qərbi Azərbaycanın Vidibasar elinin Qaralar kəndində anadan olmuş Əziz Ələkbərlini bir zamanlar həyatının baharını yaşadığı məktəbin qapısına aparırdı. 1984-cü ildə mən o vaxtki Azərbaycan Dövlət Universitetini, indiki Bakı Dövlət Universitetini bitirəndən sonra dil ədəbiyyat müəllimi kimi təyinatla Qax rayonunun Qum kəndinə göndərildim və Qum kənd orta məktəbində 3 il günə-gün Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədim. Bax bu məktəbdə. O vaxt bu bina deyildi, amma yenə də 2 mərtəbəli böyük bina idi və orada 4 kəndin uşaqları 9-10 sinifləri oxuyurdular. Yəni qonşu kəndlər vardı, Çinarlı kəndi, Süs kənd və Fıstıqlı kəndləri ki, o kəndlərdə 10 illik məktəb yox idi və uşaqlar 9-10 sinifləri gəlib bu məktəbdə oxuyurdular və Qum kəndinin öz uşaqları demək olar ki, hər sinifdən 2 dənə idi. Siniflərdə də xeyli uşaqlar vardı. Mən onun siniflərə dil ədəbiyyat dərsi deyirdim və hər sinifdə 30 uşaq var idi. 60 nəfər orta məktəbi bitirənlər vardı. Çox gözəl müəllim kollektivi vardı. Bu məktəbin direktoru ilk vaxtlarda biz bura təyinatla gələndə elmlər namizədi idi. Yəni uzaq rayonda kənd orta məktəbinin direktoru elmlər namizədi idi. Pedaqoji elmlər namizədi və çox gözəl müəllimlər vardı, çox gözəl kollektiv vardı. Qum kəndinə səfərini gənc yaşlarında başladığı təhsil yolunun davamı kimi dəyərləndirən Əziz müəllim həm özünün, həm də onun kimi vətənindən qaçqın düşmüş insanlar üçün bu cür anların nə qədər keşməkeşli olduğunu anlattı. Həmin gün onun illər öncə gənclik xəyallarını, ilk müəllimlik addımlarını qoyduğu Qum kəndinə yenidən eyni həvəslə qayıtdığını görməmək mümkün deyildi. Ən əsası, ötən illəri xatırlayan alim kənd adamlarını, onların isti münasibətini minnətdarlıqla andı. El-obasından didərgin düşmüş gəncin ürəyində daşıdıqları illər sonra yenidən kövrək notlarla xatırlandı. Bu kənd bizə qucağını açdı və bu kənd çox mehriban cəmaatı olan bir kənddir. Və 3 il ərzində biz bu kənddən, bu kəndin adamlarından hər cür hörmət gördük. Təbii ki, o vaxt ermənilərin siyasəti elə idi ki, həm Moskvanın əli ilə, həm başqa kanallarla Qərbi Azərbaycandan gəlib Bakıda təhsil alanların geriyə qayıdışı qarşısı alınırdı. Yəni bizə geriyə təyinat verilmirdi və biz qayıda bilmirdik. Qaydanda belə orada bizə iş vermirdilər. Ona görə
Azərbaycanın ən müxtəlif rayonlarına təyinatla gedirdik, işləyirdik və hətta təyinat müddətin qutarandan sonra belə qayıdıb Qərbi Azərbaycanda, Ermənistanda iş tapmaq bizim üçün çətindir. Yəni bu da ermənilərin bir yumuşaq deportasiya siyasəti idi və bu siyasət şuurlu şəkildə davam elətdirilirdi. Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın belə deyək dırnaqarası mədəni şəkildə dinç yoluna sıxışdırılıb çıxarılması siyasəti idi. Və bu bütün sonuncu deportasiyaya qədər bu siyasət davam etdirilibdir. Yəni bunu Qərbi Azərbaycandan çıxan bizim soydaşlarımız, ziyalılarımız hamısı öz taleyində yaşayıblar. Bu bir faktdır. Bu ermənilərin düşünülmüş siyasəti idi. Burada o ilk dərsini keçmişdi. Burada gənc bir müəllimin sevincini, məsuliyyətini, gələcəyə inamını hər baxışda, hər səsdə doğmalıq axtaran bir ürəklə yaşamışdı. Zaman axıb keçdi. O vaxtın gənc müəllimi indi minlərlə insanın yurt arayına səs verən bir ziyalıya çevrildi. Amma köksündə bir ocaq vardı ki, illər onu söndürə bilmədi. Vətəndən, doğulduğu yurtdan alıb gətirdiyi o müqəddəs od bugün daha da alovludur. Mən bu günə qədər də bu kəndinə əlaqəmi kəsməmişəm. Ailəvi dostlarımız var, vaxtaşırı gedib gəlirik. Onlar Bakıya gələndə mənə baş çəkir, mən vaxtaşırı bu kəndə baş çəkirəm. Yəni bu kəndin hər addımı, hər qarışma həmişə doğmal. O vaxt mən dərsləyən şagirdlər, sinif rəhbəri olduğum şagirdlər bu gün artıq 60 yaşın üstündədirlər. Söhbət 41 il bundan əvvəldən gedir. Azərbaycanın bütün güşələri gözəldir, amma Qaxın Qum kəndi həm tarixi bir kənddir, həm də ən gözəl, unikal kəndlərdən biridir. Üç tərəfdən dağlarla əhatə olunmuş bir kənddir. Bu dağlarda çoxlu bulaqlar var, Mamırlı şəlalə var, Balli Baba var. Bu kənd çox gözəl kənd. Azərbaycanın ən müxtəlif güşələrində həm Heydər Əliyev fondu vasitəsilə, hörmətli Mehriban xanımın dəstəyi ilə, həm də Təhsil Nazirliyi xətti ilə çoxlu yeni məktəblər inşa olunub. Yəni bu kəndin cəmaatı da fəxr eləyə bilər ki, bu kəndin belə bir məktəbi var. İllər ötüb, yollar dəyişib, amma o günlərin saf duyğuları hələ də buradadır. Bu məktəbin divarlarında, bu kəndin nəfəsində, bu torpağın ruhunda. İllər keçir, həyat yolları uzanır. Ancaq insan ömrünün bəzi dayanacaqları var ki, oradan heç vaxt qopmaq olmur. Əzzəl Əkbərlinin Qum kəndində yazdığı həyat səhifəsi də belə bir dayanacaq idi. Həyatın ən böyük sınağı ilə, vətən həsrəti ilə üz-üzə qalmış sadə bir müəllim üçün Qaxın Qumu da, Vidibasarın qaraları da bir ömrün bütöv hekayəsidir. Deportasiyanın ağrısı, vətən həsrəti, yenidən qurulan arzuların hekayəsi və o hekayə hələ də yazılır. Vətənin harayında, yurt xatirələrində, bir də doğma torpaqlara qayıdış ümidi ilə. Lamiyə Rövşən qızı Bəxtiyar Nəsirli, Qax Qum kəndi.